Kanalımı izleyen herkesi salamlayıram. Kanalıma hoş geldiniz. Bugünleri sizlerle Tunç Favori ipinden papağın toxunma qaydasını bölüşeceğim. Bunun için bize lazımdır Tunç Favori. İstediğiniz iplerden de istifade edebilirsiniz. Bu arada indi ipimin qalınlığını da size göstereceğim. 3.5 nömrəli milçədən istifade edeceğim. Qayçı lazım olacak bize. Bir de belə bir iğnələrim var kızlar. Temu'dan aldığım tık setinin içinden çıkıp bakın her delikte bu şekilde iğnelerim var. Yani belə deyək də bizə bu iğnelerden çok lazım olur. Toxucu xanımlar, məncə hər kəs bu iğnelerden almalıdır ki, ehtiyac olduqda çətin vəziyyətdə qalmasınlar. Baxın, ipin rahatlıqla keçə biləcəyi bir dəliyi var. Aha, iğnəmizi də qoyuruq yanımıza. Digərlərini kənara alırıq. Və onlayn dərslər keçirəm. Onlayn dərslərim haqqında maraqlanırsınızsa direktimə yaza bilərsiniz və yaxud Instagramda, TikTokda fərq etmir. Yəni hər hansı bir səhifəmin direktinə yazıb ətraflı məlumat ala bilərsiniz. İndi isə keçək papağımızın toxunmasına. Toxuculuq sənətinə yeni başlayanlar belə bu papağı rahatlıqla toxuya bilərlər. İpimin qalınlığı bu şəkildədir. İndi isə gəlin ipimizə öncə ilmə ataq. Bu şekilde ilmemizi attık. Milçemi alıram, ilmeme keçirirəm ve ipimi düzgün bir şekilde elimde tuturam. Bakın, yeni başlayanlar, eğer yeni ilk dəfədir videoma baxırsınızsa ve toxuculuğa yeni başlamışsınızsa, elinizi bu şekilde tutsanız toxumaq sizə daha rahat olacak. Bakın, bu şekilde şəhadət parmağının üzerinden aylandırıram. Bu iki parmaqla ilmemin altından tuturam. Aşağıdaki iki parmağımı belə bu şekilde ipe bağlayıram ve şəhadət parmağım yuxarıda qalacaq. İndi isə zəncirlərimi çəkirəm. Papağın zəncirlərini sıx çəkmək olmaz. Çalışdıq qədər rahat, yüngül və boş zəncirlər çəkin. Yavaş-yavaş çəkirəm ki, yeni başlayanlar baxıb öyrənə bilsin. Saya-saya toplam 50 ədəd zəncir çəkməlisiniz. Baxın, zəncirlərim elastik olacaq bu şəkildə. Sıx olduqda papağın bir tərəfi yığcam formada qalacaq. 50 ədəd zəncirim hazırdır. Başdan 2 zəncir atlayıram. 3-cü zəncirimə batıram. 1 ədəd yalançı trabzan toxuyuram. Bu şəkildə. İpimi doladım. Bir sonraki zəncirimə batıram. Ona da bu şekilde bakın. Yalançı trabzan toxuyuram. Üçündən bir çıxdığım yalançı trabzanlar. Battım növbəti zəncirə, aldım. Bu şekilde. Sırayla bütün hörüklərimizə batırıq. Baxın, batdığımız yer bu şekilde artıq iri formada görsənir və içindən trabzan çıxdığı görünür aydın bir şekilde. Bir sonraki zəncirime battım, ipimi alıp çıxdım. Doladım. Növbəti zəncirime battım, ipimi aldım, çıxdım. Yüngül toxuyursunuz, əlinizi sıxmırsınız. Bu ipi alıp çıxdıqda şəhadət parmağını aşağı edirsiniz ki, alıp çıxdığınız ip bu şekilde yuxarıya doğru qalxsın. Davam edirik. Bu formada sona qədər gəlirik. Sonda 10 ədəd zəncirimiz qalanda dayanırıq. Bu formada gördüğünüz kimi geldim ve sonda 10 ədəd zəncir saxlamışam. Son 10 zəncirime sıx iğnelər toxuyacağım. Milçəmin üzerine ipi almadan növbəti zəncirə batıram. İpimi alıp çıxıram. Alıp çıxdım, 2 ipim oldu. İkisini bir yerde bağladım. Bir sonraki zəncirime battım. İpimi alıp çıxdım. Yeniden ikisini bir bağladım. Növbəti zəncirime battım. İpimi alıp çıxdım. Bu şekilde sona qədər 10 ədəd sıx iğnəmizi toxuyuruq. Eğer kanalımda ilk dəfəsinizsə kanalıma abone olmağı, videomu sona qədər baxandan sonra bəyənməyi də tövsiyə edirəm. İnşallah ki kanalımda yeni videolar olacaq. Siz mənə dəstək olun, mən də sizin üçün cürbəcür əl işləri toxuyun, paylaşım. Siz də baxıb mənə toxuyun. Sıramın sonuna gəlib çatdım. Bu şekilde. Bir zəncir çəkəcəm ve geri dönürəm.
Geri dönüşe dikkatli olun. Bakın kısa ipim aşağıda kaldı. Bu şekilde geri döndüm. Bu sırada ne edirik? Bu sırada ve bundan sonraki diğer sıralarda. İlk hörügümüzün ümumiyyətlə hörüklərimiz baxın bu şekilde buradan baxdıqda bilinmir. Buradan baxdıqda bu şekilde hörüklərimiz aydın bir şekilde görsənir. Hörügün bizə tərəf yox, digər tərəfə doğru olan qanadına batıram. Baxın. Batdım, ipimi alıp çıxdım. Sıx iğnemin üzerine sıx iğne toxuyuram 10 ədəd saya. 1, yeniden bir sonraki sıx iğneme baxın. Hörügün özümə tərəfi yox, digər tərəf qanadına batıram. İpimi aldım, çıxdım. Sıx iğnemi toxudum. 2. Gördüğünüz kimi hörüklərin ortasından girirəm və bir qanadı götürürəm. 3. Qabaq hissəyə isə bu şekilde xətt düşür. Bir sonrakini aldım. 4, 5, 6, 7, hamısında yalnız bir qanadına batıram hörügün. 8, 9 ve 10. Eğer bu işe yeni başlamışsınızsa, bu hissəni gəlib itirəcəksinizsə, sizə tövsiyəm mütləq şekilde 10. sıx iğnəni toxuduqdan sonra ora bir dənə işarə ilməyi keçirdin. Ki sonra gəlib ora çatanda yenə də sıx iğnələr toxuyacaqsınız. İndi ise yalancı trabzanlarımızın üzerine yalancı trabzanlar toxuyacaq. Burada da yenə də eyni şekilde yalnız bir qanadına. Ümumiyyətlə papağımızın son sırasına qədər hər bir deməli zəncirimizin özümüzə tərəf yox, digər tərəfə doğru olan qanadına bataraq yalancı trabzanlarımızı toxuyuruq. Bu şekilde sona qədər davam edək sıramız bitənə qədər. Sıranın sonuna çatdım. Bəzən xanımlar sıranın sonunda düzgün şekilde dönmürlər və burada gördüğünüz kimi sona çatdıqda bu şekilde elinizle tutup dartın toxuduğunuzu. Bu şekilde görürsünüz burada bir dənə yer qalıb. Eğer buna batmadan mən bir zəncir çekip geri dönərəmsə o artıq içeri girmiş kimi görünür. Gördüğünüz kimi baxın bu hissə görüntü yaxşı olmur. Sonuna gəlib çatdıqda hörügün bir deməli tərəfi sonuncu hörügümüz içe doğru qatlanıb. Fikir verirsinizsə burada bir hörüyümüz var. Mütləq şekilde ona da batmaq lazımdır. Ona göre ne edirik? Dala qayıtdıq, ipimizi doladıq ve sonuncu hörügümüzün her iki qanadına batıp ipimizi alıp çıxdıq. Yalancı trabzanımı toxudum ve artık bu hissə düzgün dönmüş olduq. Bir zəncir çekirik ve 3. sıraya keçirik. Gördüğünüz gibi kızlar bakın bu hissəni artık düz bir şekilde dönmüş oldum. Eğer mən o sonuncunu toxumasaydım mənim papağım içe doğru yığılma olacaqdı papağımızda. İpimi doladım. Növbəti sıraya keçdikdə qızlar yenə eyni şekilde hörügün digər tərəfinə olan qanadına batacaqsınız. Və burada da bir şey izah edim ki buna batmadan digərinə keçmirsiniz. Baxın burada en başta ilk hörük var. Bəzən xanımlar bu hörügü atlayıb digərinə keçirlər. Olmaz. En baştaki hörügü mütləq şekilde bakın bu şekilde götürdüm. Çıxdım. Birinci hörügüm budur. Bunun digər tərəf olan qanadına batıb ipimi alıp çıxdım. İndi isə sırayla işarə ilmeği qoyduğum, yəni sonda sıx iğnə toxuduğum yerə qədər hərəsinə bir ədəd toxuyaraq davam edirəm. Yenə də bir qanadına batıram, baxın. Papağımın rezinka kimi olması üçün bu üsuldan istifadə edirəm. Hər iki qanadını da batıb toxumaq olar bu arada. Baxın bu şekildə arxaya doğru olan qanadına batıram. İşarə qoyduğum yerə qədər düz toxuyaraq gəlirəm. Çatdım işarə qoyduğum yerə, yenə işarə qoyduğum yeri açıram. Artıq buradan sona qədər 10 ədəd sıx iğnəmi toxuyuram. Yenə də bir qanadına bataraq toxuyuram. Milçəyin üzerine ip almadan.
sıranın sonuna geldim. Gördüğünüz kimi sonuncuma da mütləq toxuyuram. Çünki toxumayanda içəri doğru giriş olur. Gördüğünüz kimi düz bir xət kimi oldu. Və yenə sonda bir zəncir çəkirəm. Geri dönürəm. Geri dönüşdə yenə 10 sıx iğnəmi eləyəcəm. Yenə də bir qanadına bataraq toxuyacağam. 10-cu sıx iğnəmi toxuduqdan sonra işarəmi keçirəcəm ki, bu yandan qayıtdıqda dəqiqədə saymayaq deyə. Sona qədər gələcəksiniz. Yenə eyni şəkildə toxuyub papağımız bəlli bir uzunluğa çatana qədər davam edirik. Mən papağımı toxudum, istədiyim uzunluğa çatdırdım. İndi isə gəlin birlikdə sıralarımızı sayaq. Sıraları düzgün şəkildə necə sayırıq? Bu şəkildə alırıq qarşımıza. Bu hündürdə olanları deyək də bu şəkildə deyək. İçdə qalan sıraları yox. Bu hündür sıralarla sayırıq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32, 34, 36, 38, 40, 44 sıramız var. Və indi isə nə edirik? Gəlin sizə metrə ilə də bunun uzunluqlarını ölçüm deyim. Bu orta yaşlı uşaqlar üçündür, yəni körpə üçün deyil. Körpə üçün etdikdə qızlar zənciri 50 yox, 40, 42, 44, yəni milçə nömrəvizdən və ipvizdən çox şey asılıdır. Toxuduğumun uzunluğu burada 34 santıdır uzunluq olaraq. En olaraq isə, gəlin yoxlayaq. Enlilik isə 26 santı. 26 santı da enliliyidir. İndi isə baxın bunu öncə düz üzünü tapırıq. Düz üzünü necə? Bəzən xanımlar deyir ki, hansı üzüdür düz üzü? Mən hansı üzünü bilim ki, harası düz üzüdür? Baxın, ilk başladığınız qısa ip. Bu ilk başladığınız, yəni ilmə atdığınız ipə baxırsınız, həmin sıraya baxırsınız. Həmin sıranın baxın düz üzü papağınızın düz üzüdür. Həmin sıranın tərs üzü isə papağınızın tərs üzüdür. Gördüyünüz kimi baxın bu tərs üzüdür, bu isə düz üzüdür. Deməli nə? Mənim papağımın düz üzü buradır. Və bunu bu şəkildə qatlayıram. Düz üzü içəridə qalacaq, tərs üzü isə üstdə qalacaq şəkildə. Çünki birləşdirmələri tərs üzdən edirik ki, içəridə qalsın. Bu formada qatlayıb sizə yenidən bunun uzunluğunu göstərmək istəyirəm. Metrə ilə üst-üstə düşdükdən sonraki uzunluğu nə qədərdir? 21 santı. 21 santı da bunun üst-üstə düşəndə olan uzunluğudur. Uzunluğu yox, enlidir daha doğrusu. Bu şəkildə enlilik. Və qızlar nə edirik? Birləşdirməyə keçirik. Alırıq ipimizi. İpimiz qalıb, deməli, baxın. İp əgər mənə tərəf olan tərəfdə qalıbsa, baxın burada. Bu şəkildə alıram. Papağımın digər tərəfindən milçəmi, baxın, düyün olan yerdən, ilk ilmə atdığım yerdən keçirirəm. Və ilməmi alıram. İlməmi aldım və buradan çıxarıram. Çıxardıqdan sonra bir zəncir çəkirəm. Və bunu bu şəkildə, yəni hansı tərəfə doğru gedəcəksinizsə o şəkildə götürürsünüz. Qarşılıqlı olaraq bunları bir-birinə birləşdiririk. Biz də ilk başladığımız sırada bir qanadlarını zaten toxunmuşuq. Yalnız bir qanadları qalıb gördüyünüz kimi burada. Ancaq bu tərəfin isə hörükləri var. Bu tərəfin hörüklərinin yalnız bir qanadını götürürük. Bu şəkildə. Digər tərəflə qarşılıqlı. Baxın, digər tərəfi də bu şəkildə götürdüm. İpimi alıb çıxıram. Alıb çıxdığım ipi milçəmin üzərindəki ipdən sürüşdürərək çıxarıram. Növbəti zəncirimə batıram və onunla qarşılıqlı zəncirə batıram. Zəncir deməyək, hörükümüzün bir qanadı qalıb ona batıram. Və onların da hər ikisindən alıb çıxdım. Alıb çıxdığım ipi milçənin üzərindəki ipdən sürüşdürürəm. Bu işləmi də etdikdə bu ilmələri biraz geniş saxlayın, sıxmayın. Yenidən qarşılıqlı ilmələrimi götürürəm. Baxın, bu tərəfdən də bir qanad götürürəm, digər tərəfdən də ipi alıb çıxdım. Sürüşdürərək bağladım. Bu formayla sona qədər davam edirik. Qızlar, kimlər ki videoma baxır, yorumlarda fikirlərinizi gözləyirəm, dəstəyinizi gözləyirəm. Abunə olmağınızı gözləyirəm kanalıma. Çünki gördüyünüz kimi hər detayını izah edirəm. İnşallah yeni videolar paylaşacağım. Kanalımı izləyin ki, videolarımdan xəbərdar olasınız. Bildirimləri açıq qoyun ki, video paylaşan kimi həmən görə biləsiniz. Bu şəkildə qızlar, bu sona qədər baxın birləşdiririk. Ara-ara da baxın ki, birdən birləşdirəndə bu şəkildə qalar. Ona görə bunları düzgün, üzbəüz tutaraq birləşdirməlisiniz.
Birləşdirməmi sona çatdım. Tam birləşdirdim və ipimi kəsirəm. Son birləşdirmədən sonra mütləq şəkildə zəncir çəkin qızlar. Baxın, yadımdan çıxmışdı. Bir zəncir çəkin və bağlayın. Papağımın birləşməsi hazır. İndi isə gəlin bu hissəni yığmanı edək. Bu şəkildə tuturam papağımı. Baxın. Bura belə olacaq şəkildə. İpimi alıram və iynəmiz hardaydı? İynəmizi alırıq əlimizə. İpimlə iynəmə keçirirəm. Görürsünüz, bu iynələrə çox rahat bir şəkildə ipi keçirmək olur. Təxmini bir 25 santı, yəni 2 qat uzunluğu olsun 25 santı. Baxın qızlar, çünki 2 qat edirəm ipi ki, möhkəm olsun deyə. Bu şəkildə aşağısını bağlamayacağım. Buranı belə açıb tuturam əlimə. Bu ipi kəsdiyim yerdən, baxın ha qızlar, çaşıb bu tərəfdən eləməyin. Bu yalancı trabzan tərəfi yox. Sıx iynə tərəfindən yığırıq başını. Bunu bir də göstərim ki, sonra çaşmayasınız deyə. Burada ipimi baxın, iynəmi yuxarıdan batıram. Bu şəkildə batıb çıxıram. Buradan birazı qalır. Tam çıxarmıram. Buradan bu hissə qalır bir balaca sallanıb. Təpələrdən qızlar baxın, dərindən batmayın belə. Yuxarılardan batırsınız, baxın. Bir bayıra, bir içəri. Baxın bu şəkildə. Bir bayıra, bir içəri yığırsınız. Yığırsınız deyəndə tikirsiniz daha doğrusu. Yenidən. Bu formada qızlar tikə-tikə biraz qısa ip saxladığımız yer var, hansı ki ora qədər davam edirik. Yenə də deyim qızlar, onlayn dərslər keçirəm. Onlayn dərslərim haqqında maraqlanan xanımlar varsa, mənə deməli TikTok, Instagram səhifələrimə, hara istəsəz, yəni buradakı gördüyünüz səhifələrdən hansı birini istəsəz yazıb ətraflı məlumat ala bilərsiniz dərslərim haqqında. İpimin yanına çatdım. Bu qısa ipi də düyünləyəndə arada gizlənəcək zaten. Buranı kəsirəm, iynəmi ayırıram ipdən. Bu iki ipi sıxıram. Burada belə bir deşik qalır qızlar. Onu düyünləyəndə o deşik də qalan deyil, yəni tam itəcək. Möhkəm bir şəkildə bunu sıxırıq. 2 qat ipimizi ona görə etdik ki, buranı rahat şəkildə sıxa bilək. Yoxsa ip qırıla bilir. Belə. Və bura yenə bir düyün atıram. Təxmini 3 dəfə düyünləyirəm üst-üstə. Bu 2, bu da 3-cü. 3 düyündən sonra qızlar, bu ipimi də bir dənə düyün ataq bura. Qoy bu da möhkəm olsun. Açılmasın. Bu qalan iplərimdən bir dənə bantik vururam bura. Tam dibdən kesmirəm ki, birdən nə vaxtsa sökmək lazım olarsa rahat bir şəkildə sökməyə. Bu şəkildə. Və qalan qısa ipləri də kesib alıram. Papağımı düz üzə doğru çevirirəm. Bu şəkildə birləşdirmə yeri də görürsünüz qızlar. Arada qalır, heç bilinmir. Bu rezinka üsulu olduğu üçün heç nə bilinmir. Baxın, birləşdirməm. Bu formada papağı qatlayıram. Və mənim papağım artıq hazırdır. Qalan qısa ipi isə içəri doğru, baxın, qatladıqdan sonra gizlədirəm ki, bunu bu yönə doğru gizlədim. Daha möhkəm olsun. Baxaq biraz balaca milçəklə. Lap iynə ilə edə bilərsiniz bunu ki, daha səliqəli şəkildə qalsın. Gəlin iynəmizi alaq. Bu şəkildə aralardan keçirərək ipimizi yürüdək və gizlədək. Belə. Yenə bir neçə yerdən keçirəcəm ki, qoy tam möhkəm olsun ki, sonradan papaqda açılma olmasın. Əgər papağınızın ətəklərində
yeni başlayanlara aiddir. Əgər əyriliklər olarsa, baxın məndə dümbədüzdür bu hissə, heç ona görə sıx iynə toxumağıma ehtiyac yoxdur. Əgər sizin papağınızda bu hissədə belə əyriliklər, girişlər, çıxışlar olarsa, buradan ipinizi möhkəmlədərək bir sıra sıx iynə sırası toxuya bilərsiniz. Kanalımı izləyən, videomu bəyənən, kanalıma abunə olan hər kəsə təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun. Gələn videolarda görüşənədək. Hələlik sağ olun.